Siz həm nəinki erməni lobbisi ilə, ermənilərlə, ümumiyyətlə xaricdə maliyyələşən bizim xoşagəlməz ünsürlərlə də mübarizə aparırsınız. Onların fərqi nədən ibarətdir və siz onlarla dialoqu hansı səviyyədə qurursunuz? Burada gedir dava qırğınlar, yoxsa burada siz onlarla səviyyənizi saxlayaraq söhbətinizi elə qurursunuz ki, onları da öz tərəfinizə çəkmək istəyirsiniz? Bilirsiniz, bu yaxınlarda gözəl bir video qarşıma çıxdı. Hikmət müəllim yaxşı vurğuladı. Dedi ki, bəzi insanlara yazığı gəlir və necə mənim kontaktım oldu o insanlarla. 5-6 ay bundan qabaq hansısa formatda bunlar yenə də kimlərisə söyürdülər. Onlar həmişə sosial şəbəkələrdə görəndə ki, onlar dəbdə deyirlər, başlayırlar kimisə söymək. Və hansı xanımları söyürdülər. Mən də sadəcə bir neçə video paylaşdım, dedim, fərqi yoxdur. Siz Azərbaycanlısınız, Azərbaycanda anada olmuşsunuz, gedmişsiniz, siz kişisiniz. Düz demirəm, belədir, belə olmalı da. Yox, cinsiniz kişidir, siz niyə xanımı söyürsünüz? Fərqi yoxdur, kimin statusunda. Xanımları olmaz söymək, qəti. Onlar başladılar məni söymək, sən gəlsən Avropaya, sən belə. Dedim, aha, yoxşu. Mənim dostlarım, çox yaxınlarım, əzizlərim, 1-ci Qarabağ müharibəsinin qazisi Rəşid müəllim dəvət edib ailə ilə Avropaya. Mən yoldaşım bir də balaca uşaq. Ha, gəlin, Yunanistan sonra Almaniya, onların evinə. 11 gün mən onlarda Almaniyada qaldım. Hər gün bir şəhərdəydim. Hər gün də şəhərdən canlı açırdım. Bonn, Köln və bütün şəhərləri gəzdik biz. Deyirdim ki, mən buradayam. Siz deyirdiniz ki, mən gəlsəm Avropaya, səni tutarıq. Görüşərik, danışarıq. Nə biri zəng elədi. Videolarda buraxıblar ki, mehman kimlənsə gedir maşını, deyir ki, Kamran Azərbaycandır. Hə, Azərbaycan, hə, marağı yoxdur onun bizə. Və deyirdiniz ki, German gəlir. Söz davasını real artıq həyata keçirək. Mən dedim, mən buradayım. 11 gün nə maraqlandılar, nə tapdılar, nə zəng elədilər, heç nə. Mən də gözləyirdim ki, heç bir reaksiya olmadı. İndi yenə də orada nəyisə qışqırırlar deyirlər, amma məncə bunlar kimdənsə hər qışqırmağa, hər belə bir təxribat yaradan məqama bilmirəm, hansısa pul alırlar. İnanmıram ki, insan belə öz, ya onun nəsə problemi var ruhi, ya da pul qazanırlar belə. Maddi maraq. Bəli, amma vətəni satmaq və xaini olmaq ondan o yanı yoxdur məncə. Elə insanlar var bəlkə kimsə hansısa siyasəti xoşlamır və yaxud hansısa formatı xoşlamır və yaxud indiki zamanəni xoşlamır. İndi elə insanlar var ki, 90-cı illərin zamanəsini xoşlayırlar və yaxud Sovetin adamları yaşaya bilmirlər indiki formatda. Gəlirlər haradasa Avropada, kəndlərdə yaşayırlar, onlara belə rahatdır. Amma kim ki öz ölkəsini, öz millətini, xalqını satır, pis sözlər deyir ki, hansı adam nəsə qurma, nəsə ermənilərdə nəsə artaxı, nəsə var idi, onların ordusu var idi. Bilməm, Qari Kasparla oturub çay içirlər. O insanlara nə deyim? Hamısı bəllidir, hamısı da görünür. Hikmət müəllim də yaxşı dedi onlara. Bakıda doğulan və Bakının, Azərbaycanın da çörəyini yeyən hər halda Bakıda doğulub. Bəli, təbii ki. O da amma sonra gördünüz də özünü necə apardı.